31 avqust tarixində axşam saat 11-dən sonra Marneolinin Rustaveli küçəsində qətl hadisəsi baş verib. 29 yaşlı Marneoli sakini Şahin Abilov mağazadan çıxarkən bıçaqla ürək nahiyəsindən vurulub. Yaxınlarının bildirdiyinə görə xəstəxanaya çatdırılan kimi yaralı dünyasını dəyişib. Mərhumun qohumları bildirirlər ki, 29 yaşlı Şahini Marneolili Makar adlanan şəxs vurub. Bu gəlib dükkandan aynon alıb, oturmaq istəyib maşına gelməyə 3-4 nəfər adam, 4 nəfər adam yaxınlaşıblar buna, sporlaşıblar. Sporlaşandan sonra bunu yaxşıca döyüblər, sifətinin zadını dağıdıblar. Varıb bu evinə qayıtmaq istəyəndə böyründən soxublar bıçağı. Ürəyinə, prama ürəyinə bıçaq qırılıb ürəyində qalıb. Sırazı da ölüb, neçə çatdıran kimi sırazı ölüb. Makar deyirlər, makar. Mən xahiş edirəm Marneolinin prefektindən, Mirabdan. Mən xahiş edirəm bizim prezidentimizdən bu qan yerdə qalmamalıdır. Cinayətkar tutulmalıdır, cəzasını almalıdır. Yemək almağa getirmişdi uşağa, geri axşam eve gəlmədi. Bir də dayım arvadı gəldi ki, Şahini vurublar. Çaxlanıb Şahin. Getdik balinsada yatır, Şahin ölüb. Şahin dalaşqanca döydü belə, içməmişdi. Uşağa yemək almağa getirmişdi uşağa, gəlmədi. Saat 5 olardı, yemək almağa gedib gəlmədi ondan sonra. Eşitdim, gecə saat 12 dönüm xavanı eşitdim. Çəkiliş qrupumuz Makar adlanan şəxsin yaşadığı Rustaveli 59 ünvanına getdi. Ancaq evin qapıları bağlı idi. Makarın qonşularının sözlərinə görə o arada bir evə gəlirmiş və qonşularla ünsiyyəti yox imiş. Gəlir, gecir qonşudunuz. Öz də burada olmurlar. Onlar gecə Bakıda işləyirdi, yeni gəlir. Burada olmurlar? Türkiyəcəklər yeni gəldi arvadı uşaqlı. Yox, qonşuyla gecənin əlaqəsi yox. İndi gəlinlə hürmət məsələ. Məsələ ilə bağlı istintaq işi gedir. Qətl hadisəsi ilə bağlı ətraflı məlumat yaxın gələcəkdə məlum olacaq. Vahid Qafqaz festivalı başa çatdı. 31 avqust tarixində festival iştirakçıları qonaqlara yenidən maraqlı tədbir təklif etdilər. Axşam saat 8-dən yerli qrup Marneli, xalq musiqilərinin folklor ansamblı İberiya və Voloş qrupu müxtəlif musiqi nömrələri təqdim etdilər. Gürcü xalq rəqs ansamblı İberiyanın çıxışı tamaşaçıların xüsusi diqqətini çəkdi. Tədbir təşkilatçısı Vitek Hebanovskinin bildirdiyinə görə Van Kavkasus festivalı gələn illərdə də davam edəcək. Vahid Qafqaz festivalının başa çatması tədbirində Munisipalitetin icra başçısı Merab Topçuşvili də öz qızı ilə birgə iştirak edirdi. Tədbir furşetlə başa çatdı və qonaqlara hədiyyə olaraq simvolik xarakter daşıyan vizalar verildi. Festival sona çatdı. Qeyd edim ki, hər şey çox yaxşı keçdi və gələn illərdə də mütləq bu tədbir Serakvidə davam edəcək. Buraya çox ölkələrdən gənclər gəliblər və festival bir tərəfdən də onların dostluğuna dəstək göstərir. Marneoli munisipalitetinə və bizim yanımızda olan hər kəsə dəstək üçün təşəkkür edirəm. Bugün festival başa çatır. Qeyd edim ki, artıq 4 gündür davam edirdi. Festival 28 avqust tarixində açıldı və bugün sona çatmaqdadır. Bugün əsasən bizim rayonun musiqi kollektivi çıxış edəcək. 20 ölkədən üzvlər gəlmişdi və bir neçə gün əvvəl könüllülər də gəldilər. Sizin gördüyünüz bu güşələri qurdular. Bir çox ölkələrdən musiqiçilər gəlmişdilər və mən çox sevinirəm ki, rayonumuzun bu qədər qonağı var. Əsas odur ki, Van Kavkasus Qafqaz xalqlarının dostluğuna xidmət göstərir. Qeyd edim ki, Azərbaycan və Ermənistandan da üzvlər gəlmişdilər və onlar neçə gündür ki, birgə bir çox tədbirlərdə iştirak edirlər. Buraya gələn xaricilər yaxın kəndlərə gedib ingilis dili kursları da keçdilər. Festival ilk dəfə keçirildi və gələcəkdə də davam edəcək.